Əsas anlayışlar say sistemlərindən praktiki hissəyə davam edirik. Ümumiyyətlə, informasiyaların kodlaşdırılması ilə bağlı hissələrə gəlib çatdıq. İnformasiyalar kompüterin yaddaşında nə qədər yer tutur? İnformasiya necə kodlaşdırılır? İnformasiya kompüteri 0 və 1-lər şəklində kodlaşdırılmış olur. İndi say sistemlərində də qeyd edəcəm, hər bir simvolun yaddaşda tutduğu yer var. Gəlirik mətn tipli informasiyaların kodlaşdırılmasına. Qəbula bununla bağlı sual düşür, mətn düşür. Həmçinin kompüter qrafikası ilə də qarışıq formada da düşür bu sual tipləri. Deməli, mətn tipli informasiyaları kodlaşdırmaq üçün iki standartdan istifadə edilir. ASCII standartı və Unicode standartı. ASCII standartına baxırıq, ümumi kod sayı 256-ya bərabərdir. Bu arada 2 üstü ifadələri bilməliyik. Niyə görə deyirəm? Haradasa biz 2 üstü 14, 2 üstü 16-ya kimi 2 üstü ifadələri bilməliyik ki, əslində 2 üstü 10, 1024-dür. 2 üstü 11, 2048, vur 2002, 2 üstü 13 olacaq, 4096. Belə gedir əslində. 2 üstü 10-a kimi versəz, bilsəz, ondan sonrakiləri rahat şəkildə yaza bilirsiniz. Niyə görə deyirəm? Çünki informatika ilə ki, ədədlər böyük olur. Onları vurana kimi vaxtımız getməsin. 2 üstü ifadə şəklində yazanda rahat şəkildə ixtisar aparmaq olur. Deməli, ASCII-də ümumi dediyi 256-dır, Unicode-da isə 65536 saydadır. Niyə görə? ASCII-dən sonra Unicode-da niyə keçdik? Elə kod sayından da bəllidir. Məsəl üçün, ASCII standartında bizdə Ü hərfi yox idi. Ü hərfini yazmaq üçün Ə yazıb üstünə qoşa nöqtə qoyurdular. Bu arada bu tək Azərbaycana aid deyil. Yəni, Ü hərfi başqa beynəlxalq standartlarda da istifadə edilən hərfdir. Tək bizə məxsus olaraq yaranmayıb. Unicode-da isə artıq demək olar ki, bütün beynəlxalq dilləri əhatə edən simvolları özündə tapmış olur dünyada. İndi baxırıq, ASCII-də bir simvol yaddaşda 1 bayt yer tutacaq. Yəni, məsəl üçün, tutaq ki, deyirəm ki, kitab sözü. Elə buradan kitab sözü yazmışam. Kitab sözündə neçə dənə simvol var? 5 dənə simvol var. Nə dedim? Hər bir simvol yaddaşda 1 bayt yer tutur. Deməli, kitab sözü yaddaşda 5 bayt yer tutmuş olacaq. Cavabda əgər 5 baytı götürməsəm, baytdan da bitə keçəcəm. 1 bayt 8 bit olduğuna görə 5 baytımız da olacaq. 5 vurulsun 8, 40 bitə bərabər olmuş olacaq. Elə burada bit bayt görürsünüz. Bunu da qeyd edim. Fikir verdik, informasiyanın ölçü vahidləri. İnformasiyanın ən kiçik ölçü vahidi bitdir. Binari digit sözlərinin birləşməsindən əmələ gəlir. Bu sualı versə, ən kiçik ölçü vahidi bitdir. Əsas ölçü vahidimiz isə baytdır. Və bu arada baytı bəzən bayt və yaxud da təkcə B şəklində görə bilərik. Unicode standartında isə ümumi kod sayı 65536-ya bərabərdir. Yəni 216. Bir simvol yaddaşda artıq burada 2 bayt yer tutacaq. 2 baytda 1 bayt 8 bit olduğuna görə 2 bayt 16 bitə bərabər olacaq. Məsəl üçün, kitab sözü Unicode sistemində nə qədər yer tutacaq? Bir simvol, ümumi simvol sayını tapdım ki, 5-dir. Bir simvol 2 bayt yer tutduğuna görə 5 vurulsun 2, yəni yaddaşda 10 bayt yer tutacaq. Yenə 10 baytı görməsəm 16-ya vurub 160 bit yaddaşda yer tutmuş olacaq. Mətn tipli informasiyaların kodlaşdırılması üçün ümumi həcm düsturumuz var. Bu şəkildədir. Buna aid məsələlərə baxacağıq. Sadəcə düsturu necə yadımızda saxlayırıq? SSS-dir. Belə yadda saxlayın. Yəni, nə gördüksə bir-birinə vururuq. Ən qısası belə deyim, lore dildə desək. Amma nəyi vururuq? Ümumi həcm. Həcmi soruşursa, nəyi görürüksə hamısını bir-birinə vururuq. Səhifə vur, sətr vur, simvol vurulsun. Bir simvolun yaddaşda tutduğu yer nə deməkdir? Əgər bizdə məsələdə ASCII verilibsə 1-ə vuracağıq, çünki 1 bayt idi. Unicode gördüksə 2-yə vuracağıq. Əgər heç nə görmürüksə ASCII götürürük. Unicode görürüksə elə 2-yə vururuq və burada düstur ümumi baytla ifadə edilir. Baytla ifadə edilir. Bizdə məsəl üçün kilobaytla olsa kilobaytdan bayta keçməliyəm. İndi onlarda da baxacağıq ki, bir say sistemindən digərinə necə keçmiş oluruq. Deməli, indi gəlirik əsas informasiyanın ölçü vahidlərini qeyd edəndən sonra mən burada deməli simvolların yaddaşda tutduğu yer, həmçinin də əlifba anlayışına baxmış olacağıq. Daha doğrusu belə deyim. Məsəl üçün elə belə götürdük ki, yox, onda qeyd edərəm. Gəlin informasiyanın ölçü vahidləri haqqında danışaq. İnformasiyanın ölçü vahidlərinə baxsaq, ən kiçik ölçü vahidi dedik ki, bitdir, əsas ölçü vahidi isə baytdır. Bir ölçü vahidindən digərlərinə keçid qaydası var. Fikir veririk, dedik ki, ən kiçik ölçü vahidi bitdir. Ən kiçikdən böyüyə doğru gedirəm. Bit, bayt, kilobayt, megabayt, gigabayt. Bu formadadır. Deməli, fikir verirəmsə, bir də tərsinə keçid var. Böyükdən kiçiyə doğru keçid var. Bu üsulu yadımızda saxlayırıq. Deməli, belə yadımızda saxlayırıq. Kiçikdən böyüyə doğru keçəndə bölürük. Fikir veririk, kabab sözünü yadda saxlasaq, kiçikdən böyüyə doğru keçəndə bölürük. Yəni, fikir veririksə,
Hamısını da 2 üstü 10-a bölürük. Bir dənə bitdən bayta, 1 bayt 8 bit olduğuna görə, bir dənə bitdən bayta keçəndə 2 üstü 3-ə bölürük. Qalanlarında isə 2 üstü 10-a böləcəm. Deməli, kiçikdən böyüyə doğru böldüm. Əksinə, böyükdən kiçiyə doğru keçəndə isə artıq mən vura-vura gedəcəm. Bir də yenə 1 bayt 8 bit olduğuna görə, ona görə də baytdan bitə keçəndə 2 üstü 3-ə vurmuş olacağım. Qalanlarında isə 2 üstü 10-a vururam. Bu tipli məsələlərə baxacağıq. Bunu yadımızda saxlamış oluruq. Hətta çaşdırmamaq üçün hər dəfə bit, bayt, kilobayt, megabayt, gigabayt yazanda rahat şəkildə tapmış oluruq. Deməli, indi baxıram burada var idi nə? Əlifba anlayışı, həmçinin də simvolların yaddaşda tutduğu yer. Məsəl üçün, bir simvol yaddaşda dedik ki, nə qədər yer tutur? Normalda ASCII-də bir simvol yaddaşda 1 bayt yer tutur, Unicode-da isə 2 bayt yer tutur. İndi gəlirik. Nə var? Məsəl üçün 256-dır bu. 256. Aha, qeyd etmişəm. 256 ədədi 2 üstü 8-dir. Yəni bir simvol yaddaşda 8 bit yer tutacaq. 8 bitdə 1 baytdır da və yaxud da 65536 sayda simvol var. Yaddaşda nə qədər yer tutur? 2 üstü ifadə qədər yaddaşda yer tutur. Yəni 2 üstü 6, 16 bit yaddaşda yer tutacaq. O da 2 bayta bərabərdir. Əlifba anlayışı var ki, məsəl üçün gəlirik necə? Məsəl üçün, deyə bilərik ki, 32 simvollu əlifba. 32 simvollu əlifba dediyinə görə, 32 nədir? 2 üstü 5-dir də bilirəm. Yəni, əlifbanın düsturu budur. N bərabərdir, 2-nin üstündə N-dir. Mən 32 simvollu əlifba dediyimə görə, böyük N-im 32-dir. 32 də nəyə bərabərdir? 2 üstü 5-ə. Deməli, 32 simvollu əlifbada bir simvol yaddaşda 5 bit yer tutacaq. Daha sonra, 64 simvollu əlifba desə, bir simvol yaddaşda nə qədər yer tutacaq? 64 2 üstü 6 olduğuna görə bir simvol yaddaşda 6 bit yer tutmuş olacaq. Bu formada gedir. Bəs deyə bilərsiniz ki, bəs 2 üstü ifadə olmasa, məsəl üçün 67 simvollu əlifba desə, 67 simvollu əlifba baxıram ki, 67 2-nin qüvvəti deyil. Yəni, məsəl üçün 2 üstü 6 64-dür. Hə, 64-dən də sonra gəlir 2 üstü 7 128. Və bu fikir verirəmsə, məndə 2 üstü ifadə deyil. Deməli, 2 üstü ifadə olmayanda həmin simvolun yaddaşda tutduğu yeri tapmaq üçün nə edirik? Bunu 2 üstü ifadələrin arasına salıram. Hansı 2 üstü ifadələrin arasına salacağım? Hansına yaxındır? Mən dedim ki, 2 üstü 6 neçədir? 64. Bir də 2 üstü 7 neçədir? 128. Həmin ədəd hansı 2 üstü ifadələrin arasında yerləşir? 67 deməli 2 üstü 6 ilə 2 üstü 7-nin arasında yerləşir də. Çünki 2 üstü 6 64-də, 2 üstü 7-də 128-ə bərabərdir. Deməli, həmin bu ədədi gəldim, tutaq ki, nümunə olaraq göstərirəm deyə belə yazıram. Biz artıq biliriksə qaydanı avtomatik olaraq cavabı götürürük. Deməli, fikir verirəmsə, 67 2 üstü 6-nı aşıb keçib də. Bundan çıxıb keçib. Amma 2 üstü 7-nin arasında, içərisində yerləşir. Deməli, ona görə də 2 üstü ifadələrin arasına salanda böyük olanı götürürəm. 128 nədir? 2 üstü 7. Deməli, 67 simvollu əlifbada bir simvol yaddaşda 7 bit yer tutmuş olacaqdır. Deməli, gəldiyi həmin ifadə əgər 2 üstü ifadə deyilsə, 2-nin qüvvətləri arasına salıb ən böyüyünü götürürük. Ən qısa variant budur. Bu da belə. Bir də var idi bizdə ölçü vahidlərini qeyd etdik. Bir simvoldan digərinə keçid. Bunu qeyd edəcəm. Bundan qəbula 2025-ci ilin 1-ci cəhdində bununla bağlı qəbula sual düşüb. Audio faylın həcminin tapılması. Bu düsturu yadımızda saxlayırıq. Ümumi həcm düsturu bit vurulsun, məsəl üçün 16 bit tərtibli deyə bilər. Bit vurulsun, hertz vurulsun, diskretləşmə tezliyi. Düsturda kilohertz ola bilər, hertzə keçməliyik. Hertzə də keçəndə minə vururuq. Vurulsun saniyə, vurulsun kanal sayı. Kanal sayı nə deməkdir? Bu arada yazıla bilər ki, 1 dəqiqə 4 saniyə, 1 dəqiqə yazıla bilər. Biz bunu 1 vurulsun 60 saniyə və yaxud da 1 dəqiqə 60 saniyə yazılmışsa 64 saniyə olaraq məsələdə qeyd etməliyik. Kanal sayı isə mono və yaxud da stereo ola bilər. Kanal sayı fikir veririksə, mono olanda 1 dənədir. 1-ə vuracam, stereo olanda isə 2-yə vuracam. Burada bəzən indi son dəfə qəbula düşən sualda aşağı və yaxud da yüksək keyfiyyətli düşməyib. Sadəcə aşağı keyfiyyətli desə bu formada götürülür. Yüksək keyfiyyətli desə isə bu verilənləri götürürük. 16 vurulsun 44, aşağıda isə 8 vurulsun 5.5 götürürük. İndi buna aid bir dənə məsələyə baxaq ki, başa düşmək üçün fikir veririk. Burada da elə qeyd etmişəm. Audio faylın həcminin tapılmasında, məsəl üçün 8 bit tərtibli deyir. Aha.
Deməli 8 bit tərtibli diskretləşmə tezliyi 32 Hz olan səs kartının köməyi ilə 1 dəqiqəlik stereo səs 2 kanallı kompüterin yaddaşında saxlanılmışdır. Audio faylın həcmi. Ümumi həcm dedik ki, hər şeyi bir-birinə vururduq. İndi nə var? 8 bit tərtibli deyil. Deməli mən yazıram 8 bit vurulsun. Aha, 32 Hz. Dedik ki, kilohertzdən hertzə keçməliyik. Onu da 1000-ə vururuq. 32 vurulsun 1000 yazdım. Daha sonra vurulsun nə? 1 dəqiqə dediyinə görə 1 dəqiqədə 60 saniyədir. Yazmışıq 1 vurulsun 60. Heç biri də yazmağa ehtiyac yoxdur burada. Kanalın sayını yazıb stereo. Stereo nə idi? 2 kanallı. Mono olsaydı 1-ə vuracaqdım. Fikir veririk, burada qayda odur. Stereoda olduğuna görə 2-yə vurdum. Sonda isə mən kilo bayta keçmiş olmuşam. Burada da düsturu ümumi şəkildə belə ifadə etmiş oluruq. Bu da belə. İndi gəlirik burada növbəti hansı tip məsələlərə baxmağa. Nümuni məsələlərə baxacağıq. Bir simvolun yaddaşda tutduğu yer say sistemlərinə keçəndə elə say sistemlərini orada izah edə bilərəm. Say sistemləri ilə bağlı qəbula necə sual düşür? Say sistemlərindən keçidlərlə bağlı qəbula suallar düşür. Həmçinin də say sistemlərində bir say sistemindən digər say sisteminə keçid ilə bağlı demək olar ki, 2-lik, 10-luq, 16-lıq say sistemindən qəbula suallar düşür. 8-lik say sistemindən demək olar ki, qəbula sual düşmür. Bir də simvolların yaddaşda tutduğu yer var. Məsəl üçün, 2-lik say sistemi deyirəm. 2-lik say sistemində hansı ədədlərdən istifadə edilir? Özü daxil deyil, özünə kimi. 2-lik say sistemində 0 və 1-dən istifadə edilir. Aha, özü daxil deyil, 0 və 1-lərdən. Məsəl üçün, 8-lik desəm 0-dan 7-yə kimi. 10-luq desəm 0-dan 9-a kimi simvollar var. 16-lıq say sistemində isə 0-dan 9-a kimi, artıq 10, 11, 12, 13, 14, 15-i isə A, B, C, D, Y, F ilə işarə etmiş olurlar. Deməli, 2-lik say sisteminin ədədləri 0 və 1 dedik. Deməli, 2 özü nədir? 2 bilirik ki, 2 üstü 1-ə bərabərdir. Bu arada çaşırlar 2 üstü 0, 2 üstü 0. Daha doğrusu 2 üstü 0 1-ə bərabərdir. 2-nin üstündə 1 isə özünə bərabərdir. İndi məsəl üçün, məndə 2 nədir? 2 üstü 1-ə bərabərdir də bilirik. Deməli, bir simvol yaddaşda 1 bit yer tutacaq. 2-lik say sistemində. Və yaxud da 8 nədir? 8-lik say sistemini götürsəm, 8 sözü 2 üstü 3-ə bərabərdir. Üstü qədər yaddaşda yer tutur. 8-lik say sistemində hər bir simvol yaddaşda nə qədər olacaq? 3 bit yer tutmuş olacaq. Məsəl üçün, 8-lik say sistemində mənə belə bir ədəd verilib və deyir ki, 8-lik say sistemindəki bu ədəd yaddaşda nə qədər yer tutacaq. Dedim ki, 8-lik say sistemində hər bir simvol 8, 2 üstü 3 olduğuna görə 3 bit yer tutursa, ümumi 3 simvolum var. 3 vuru 3 yaddaşda 9 bit yer tutmuş olacaqdır. Deməli, indi keçirik burada hara məsələlərə baxmağa, nümuni olaraq bayaqdan qeyd etdiklərimizə əsasən. Aşağıdakılardan hansılar informasiyanın proseslərinə aid idi? Dedik ki, informasiyanın toplanılması, saxlanılması. Baxırıq, informasiyanın tamlığı xassəsi idi. Bizdən prosesini soruşur. İnformasiyanın saxlanılması, bəli, dedik ki, proseslərinə aid idi. İnformasiyanın toplanılması idi. Adekvatlıq xassəsi idi. İnformasiyanın ötürülməsi, bəli, prosesinə aid idi. Bir də informasiyanın emalı. Emalı saxlanılması, toplanılması, ötürülməsi bizdə proseslər idi. İnformasiyanın da arxivləşdirilməsini qeyd etməmişdik. Daha sonra baxıraq, informasiyanın formaları dedik ki, həm analog, həm də rəqəmsal formada dedik ki, informasiya təqdim edilə bilər. Şərti dövrü alqoritmin növləridir. Kvadratik deyə də bir ifadə qeyd etməmişik. Baxırıq, belə uyğunluq olaraq qeyd etdim ki, düşə bilər. Obyektivlik, tamlıq, aktuallıq hansısı hansıdır? Obyektiv vəziyyət haqqında düzgün qərar qəbul etmək üçün kifayət etməsi. Fikir verirsək, kifayət etməsidirsə, bu tamlıq hassəsindən irəli gələcək. 3-ə A variant gələcək. İnformasiyanın bir şəxsin fikrindən asılı olmaması. Yəni, obyektiv, subyektiv yanaşmıram. Deməli, 2-yə A variantı, 1-ə B variantı gələcək. Buradan baxıram, aktuallıq. İnformasiyanın cari zamana uyğun olması da onun aktuallıq xassəsi olacaq. Sonra gəlirik 4-cü suala. İnformasiyanın növlərini soruşur. İnformasiyanın növlərini ilə bayaqdan sayırıq. Mətndir, audiodur, multimediyadır, göstərici deyə bir şey qeyd etməmişik. Göstərici tip verilənlərə aid idi. Bunu qeyd etdik. Deməli, mətndir dedik, analog dedik. Analog əslində yox, forması idi. Analoga da çıxıram buradan. Cavab qaldı nə? 1, 3, 5, mətn, multimedia, audio, həmçinin də məntiqi rəqəm tipli də ola bilərdi. Burada uyğun gəldi B variantı. İnformasiyanın xassələrini bayaqdan sayırıq. İnformasiyanın məntiqlik deyə bir xassəsini qeyd etməmişik. Nəticəvilik alqoritmin xassəsidir. Obyektivlik bəli qeyd etdik. Sonra aktuallıq xassəsi qeyd etdik. Tamlıq xassəsi qeyd etdik.
Sonra qeyd etdik, aydın olmalıdır, anlaşılır olmalıdır. Biz kəsilməzlik xassiyəsi qeyd etməmişik. Burada əlçatanlıq olsaydı götürərdik. Daha sonra 6-cı suala baxırıq. Uyğunluğu müəyyən edin deyir. Qrafiki mətn və ədədi tipli informasiya hansına uyğun gələcək? Bunu məsəl üçün özünüz də yaza bilərsiniz ki, görək sualı başa düşmüsünüz yoxsa yox. Bunu rəy bölməsində qeyd edərsiniz. Mən də baxaram. Deməli, 7-ci suala baxırıq. Kibernetika sözünün yaddaşda saxlanılması üçün nə qədər yer tələb olunur? Demişdik ki, birinci simvolun yaddaşda tutduğu yeri bilmək üçün ASCII və Unicode verilməyibsə, deməli ASCII-dədir. Bir simvol yaddaşda 1 bayt yer tutacaq. Birinci gəlirəm ümumi simvol sayımı tapmağa. 3, 6, 9, 11. 11 dənə simvolum var. Hər bir simvol yaddaşda 1 bayt yer tutacaq. Deməli 11 baytdır. 11 baytı da cavabda görmədiyimə görə gəlirəm 8-ə vururam. O da olacaq 88 bit. Baxırıq 8-ci suala. 2 səhifəlik informasiya yaddaşda, burada baxaq. Bunu aşağı düşürdürəm ki, ekranda tam görək. Aha, deməli qeyd edir ki, bizdə 2 səhifəlik informasiya yaddaşda 195 bayt yer tutur. Birinci səhifədəki informasiyanın həcmi ikincidən 2 dəfə çoxdur və birinci səhifədə neçə simvol var deyir. Deməli 2 səhifəlik informasiya yaddaşda 195 yer tutur. Birinci səhifədəki həcm ikincidən 2 dəfə çoxdur. İkinci x-dır. Birinci nədir? Birinci 2x olacaq. Bunların da ümumi cəmi 195-ə bərabərdir. Mən buradan x-i tapa bilərəm də. 2x plus x olacaq 3x. 3x bərabər olacaq 195-ə. 195-i də 3-ə bölsəm, bunu indi birbaşa yazmaq olardı əslində. 195. Aha, 195-i də 3-ə bölsəm, məndə neçə dəfə düşəcək? Deməli, götürə bilərəm 6 dəfə. 6 dəfə olur 18. Aha, 6 dəfə götürdüm 18. Sonra da götürürəm 15-in içində 3, 5 dəfə. 65 tapdım. Həqiqətən də 65-i 3-ə vursam, bəli, 195 verir. Bunu tapdım. Bu mənim x-im idi. Bu x-dir. O birisi nə qədər olacaq? 65 vurulsun 2 idi də. 65-i də 2-yə vuranda 10, 1 yadda 130. 130 plus bilirəm ki, 65, bəli, mənə 195-i verir. Məndən nəyi soruşur? Birinci səhifədəki informasiyanın həcmi ikincidən 2 dəfə çoxdursa, birinci səhifə 130-dur, ikinci səhifə 65-dir. Bizdə birinci səhifəni soruşursa, cavab olur nə? 130, Y variantı. 9-cu suala baxırıq. dim.govaz ifadəsində neçə bayt informasiya saxlanılır qeyd edir. Bunu belə qarışıq yazmışam. Burada neçə bayt informasiya saxlanılır. Bunu həm ASCII, həm də Unicode-a görə özüm yazmışam ki, birbaşa üstündə görsədək. Deməli, ümumi gəlirik, dırnaq işarələrinə baxmırıq, nəzərə alınmır. 1, 2, 3, 4, bu nöqtəni də sayırıq. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənə simvolum var. ASCII-də 14 simvol olduğuna görə neçə bayt informasiya saxlayacaq? Elə 14 bayt ASCII-də saxlayacaq. Unicode-u soruşsaydı 14 vurulsun 2, 28-i yadda saxlamış olacaqdı. Bu sadəcə ümumi simvol sayını soruşur. 10-cu suala baxırıq. 10-cu sualda qeyd edir ki, məlumat ASCII-də kodlaşdırılmışdır. Bu məlumat Unicode-a keçən zaman həcmi 16 kilobayt artmışdır. Məlumat neçə simvoldan ibarətdir? Deməli, məlumat ASCII-də kodlaşdırılıb. Unicode-a keçirsə, yəni vur 2 olur da. Bilirik ki, bir simvol yaddaşda ASCII-də 1 bayt yer tutur, amma Unicode-da isə 2 baytdır. Yəni, ASCII-dən Unicode-a keçmişəmsə, yəni 2-yə vurmuşam ki, olub 16 kilobayt. Deməli, ASCII-də nə qədər idi? ASCII-də 8 kilobayt idi. Daha sonra nə deyir? Məlumat neçə simvoldan ibarətdir? Həcmi bu qədər artıb. Ümumiyyətlə, həcm 8 kilobayt imiş. İndi məlumatın neçə simvoldan ibarət olduğunu soruşursa, mən bunu bayta keçməliyəm. Niyə görə bayta? Simvollar baytlarla ifadə edilir. Demişik ya, bir simvol 1 bayta bərabərdir. Ona görə də mən 8 kilobaytdan bayta keçməliyəm. Deməli, 8 kilobaytdan da bayta keçmək üçün düsturumuzu yadımıza salırıq. Bit, bayt, sonra nə gəlir? Kilobayt gəlir. Mən kilobaytdan bayta keçmək istəyirəmsə, böyükdən keçirəmsə vuracam. Yəni, nəyə vuracam? 2 üstü 10-a vurmuş olacam. 8 özü bizdə 2 üstü 3-dür. 2 üstü 3-ü mən 2 üstü 10-a vursam, burada əsaslar eyni olduğuna görə əsaslar qalır, üstlər toplanılır. Yəni, 2 üstü 3 vurulsun 2 üstü 10, mənə 2 üstü 13-ü verəcək. Cavab olur nə? Y variantı. Daha sonra baxırıq 11-ci suala. 11-ci sualda deyir ki, bizdə deməli, baxırıq 12-ci suala, burada digər suala ehtiyac qalmadı deyə onu buradan yığışdırdım. Deməli, 12-ci suala baxırıq. 12-ci sualda kərtənkələ sözünün kodlaşdırıla biləcəyi ən minimal əlifbada kəllə sözünün yaddaş tutumu nə qədər olmuş olacaq deyir bizə. Burada baxıram ki, ümumiyyətlə kodlaşdırma ilə bağlı sadə varmı? Sadə. Məsələ varmı? Sadəsi. Kodlaşdırma ilə bağlı olan sadə burada görmədim. Sadə yazmamışam. Aha.
Deməli, fikir veririksə, kərtənkələ sözünün kodlaşdırıla biləcəyi ən minimal deyil. Normalda əlifbanı soruşanda gəlirdik simvolların sayını tapıb əlifbanı götürürdük də, bir simvolun yaddaşda tutduğu yeri götürürdük. 12-də nəyə diqqət edirik? 12-də kərtənkələ sözünün kodlaşdırıla biləcəyi ən minimal əlifba deyir bizə. Ən minimal dediyinə görə, mən bu sözü gördüyümə görə, burada simvollardan təkrarlanmayan simvollar götürürəm. Təkləri götürürük. Təklərim oldu 1, 2, 3, 4, 5, 5. 6. 6 dənə tək simvolum oldu. 6 dənə simvol oldu. Deməli, hər bir simvol yaddaşda, daha doğrusu belə deyək, ən minimal dediyinə görə, bəli, ən təkləri götürürük. Q, R, T, N, bir də L. Bəli, 6 dənədir. Ən minimal əlifbada deyir ki, kəllə sözünün yaddaşda tutduğu yer. Kəllə sözündə baxsam, özü bir simvol yaddaşda. Mən tapdım ki, 6 simvoldur da. 6 simvollu əlifba yaddaşda nə qədər yer tutur? 6-nı baxıram ki, 2-nin qüvvəti arasına salacağım. Niyə görə? Görürük ki, 2 üstü ifadə deyil. 6 simvollu əlifba oldu da artıq bu. 6-nı 2-nin qüvvətləri arasından mən 2 üstü 2 ilə 2 üstü 3-ün arasına, yəni 8-in arasında sala bildiyimə görə, 4-ü aşıb keçdiyinə görə 6 simvollu əlifbada bir simvol yaddaşda 3 bit yer tutmuş olacaq. Çünki 2 üstü 2 ilə 2 üstü 3-ün arasına saldım. Bir simvol yaddaşda 3 bit yer tutacaq və məndən də soruşur ki, kəllə sözünün yaddaşda tutumu nə qədər olacaq? Bir simvol yaddaşda 3 bit yer tutduğuna görə gəlib simvol sayını tapıram. 1, 2, 3, 4, 5. 5-i də 3-ə vuracam. Olacaq nə qədər? Ümumi kəllə sözü yaddaşda 15 bit yer tutmuş olacaq. Buradan minimal əlifbanı təyin edib, simvolların yaddaşda tutduğu yeri təyin edib, daha sonra isə bunu amma ümumi götürürük. Çünki sırf bu kəllə sözünün yaddaşda tutduğu yeri soruşmur olur bizdən. 13-cü suala baxırıq. 13-cü suala görə yaza bilərsinizmi? Bəli, yaza bilərsiniz. Modemin sürətini verib, bir də verib ki, informasiya nə qədər vaxtda göndərmək olar. Bunu da yadda saxlayırıq. İnformasiyanın həcmidir. Həcmi böləcəyik sürətə biz vaxtı təyin etmiş olacağıq. Bu şəkildə hesablanır. Sadəcə sonda dəqiqəyə keçməliyik. Məncə bunu yaza bilərsiniz. Sadəcə burada fikir verirsinizsə, ümumi şəkildə 703 kilobayt 128 baytdan ümumi şəkildə necə ifadə edəcəm? Bu maraqlıdır ki, görüm necə yazacaqsınız. 13-ü rəy bölməsində qeyd edərsiniz. Bir dənə də rəy bölməsində qeyd edəcəyiniz sualı qeyd etmişdim ki, yuxarıdan bir sualı da rəy bölməsində yazarsınız. O da hansı sual idi? 16-cı sual. Deməli, 14-cü suala baxırıq. Yaddaşdakı bir qovluğun daxilində mətn qrafiki audio tipli informasiyadan ibarət olan 20 kilobayt informasiya vardır. Əgər yaddaşdan 5 kilobayt audio, 5632 bayt qrafiki və 4608 bayt mətn tipli informasiya silinərsə, qeyd edir ki, qovluğun həcmi nə qədər olar? Mən burada fikir verirəmsə, ümumi informasiyadan ibarət 20 kilobaytdır. Burada fikir verirəmsə, ifadələrin hamısını gəlib keçməliyəm nəyə? Gəlib keçməliyik bunları kilobayta. Deməli, indi fikir verirəmsə, mən də qeyd edib, əgər yaddaşdan 5 kilobayt audio, yəni 20-dən 5-i çıxacağım, oldu 15. Silir yaxı. Sonra deyir 5632 baytlıq qrafiki və 4608 baytlıq mətn tipli informasiya silinərsə, 5632 baytdan bit, bayt, kilobaytdır. Baytdan kilobayta keçəndə, kiçikdən böyüyə doğru keçəndə bölürdük. 5632-ni 1024-ə bölsəm, məndə düşəcək 5,5. Deməli, buradan yazıram 5,5 kilobayt, çünki çıxırıq. Yenə yazıram 5,5. Bir də var idi bizdə nə? 4608. 4608-i də yenə 1024-ə böləcəm. Çünki yenə də burada baytdan kilobayta keçirəm. O da olacaq bizdə 4,5. Əslində 4,5 ilə 5,5-in cəmi 10-dur. 15-dən də 10-u çıxanda olur 5. Bunu tapdım. Qovluğun həcmi nə qədər olar? Deyir silinərsə. Nə qədərsi silindi? Çıxdım. Sonda tapdım ki 20 kilobayt idi. 20-dən çıxdım 5-i. Aha, çıxdım bir də 10-u. 15-i çıxdım 15. Qovluğun həcmi nə qədər olar? 5 qalacaq. 5 kilobayt. Qovluğun həcmi 5 kilobayta bərabərdir. Verilənləri çıxırıq, yerdə qalan verilən qalmış olur. Daha sonra baxırıq, bu 14 idi. 14-də bəli, burada baxıram ki 5 kilobayt cavab olur Y variantı. İndi bu mətn tipli informasiyaların kodlaşdırılması ilə bağlı düstur demişdim. Düstur nə idi? Ümumi həcm bərabərdir SSS. Demişdim ki, sətr vur, simvol vurulsun, səhifə sayı vurulsun, bir simvolun yaddaşda tutduğu yer. SS düsturu vurulsun, bir simvolun yaddaşda tutduğu yer. Mən də baxıram ki, bu harda yığılıb? Unicode-da yığılıb. Belə qeyd edək. Aha, Unicode sistemində yığılıb bu. Və qeyd edir ki, nəyi qeyd edir? Baxaq görək. Unicode-da yığılmış kitabda bir səhifədə səhifə sayı. Aha, səhifə sayım 1-dir. Daha sonra qeyd edir ki, səhifədə 32 sətr var. 32 nədir? 2 üstü 5-dir də.
32. Hər sətirdə isə 64 simvol var. 64 də bizdə 2 üstü 6-ya bərabərdir. Bunu yazdım və bir simvolun yaddaşda tutduğu yer nə qədərdir? Unicode olduğuna görə 2-yə vururduq. Bu da deyir ki, ümumi həcmi olan kitabda neçə səhifə var? Səhifəni bilmirəm. Bir səhifədə 32 sətirdir. Deməli, səhifəyə x yazıram. Aha, bunu qeyd etdim. X vurulsun bu formada və ümumi həcmi də verib 80 kilobayt. Deməli, x nəyə bərabərdir? Bilirik ki, ümumi düsturumuz baytla ifadə edilir. Deməli, mən kilobaytdan da bayta keçməliyəm. X bərabər olacaq 80 bölünsün, x-in yanındakılar aşağı düşür də. Gəlin birbaşa yazaq. 80 bölünsün, 2 vurulsun, 5 üstü, 2 üstü 5, 2 üstü 6. Bu da üstündə heç nə olmayanda 1 deməkdir. Aşağıda olur 2 üstü 11, 2 üstü 12. 2 üstü 12-ni yazıram. Bu arada biz dedik ki, kilobaytdan da bayta keçməliyəm. Mən kilobaytdan bayta keçmək üçün kilobayt böyük idi də. Böyükdən kiçiyə doğru keçəndə 2 üstü 10-a vururdum. Yəni 1024-ə vuracam. Yuxarına vururam bayta keçmək üçün. Deməli 2 üstü 10-la 2 üstü 12-ni ixtisar aparıram. Qalır nə burada? 2 qalır da. 2 üstü 2 qalır. 2 üstü 2 də 4-ə bərabərdir. Mən 80-i də 4-ə bölsəm cavabı tapıram ki 20-yə bərabər olmuş olacaq. Daha sonra baxırıq növbəti 16-cı suala. Qeyd edir ki, tələbələr haqqında hazırlanmış məlumat cədvəlində hər tələbə haqqında məlumat 2048 simvoldan ibarətdir. 4096 tələbə haqqındakı informasiya neçə ədəd 2 megabaytlıq diskə yerləşdirilmiş olacaqdır. Deməli, fikir veririksə, tələbələr haqqında yazılmış məlumatda hər tələbə haqqında məlumat 2048 simvoldan ibarətdir. Yəni, bir tələbə haqqında məlumat 2048 simvoldan ibarətdir. Bunu qeyd etdim. Və fikir veririksə, 4096 tələbə haqqında informasiya. 4096-da da bir tələbədə 2048 simvolsa, 4096 tələbədə də nə qədər olacaq? 4096-da da x olacaq. Deməli, bunu tənasüb kimi həll eləyəndə çarpaz vururuq. X tələbədə də olacaq. 4096 vurulsun 2048. Demişik ki, informatikada ixtisar getmək olduğuna görə ədədi bu formada saxlayıram. 4096 vurulsun 2048 yazdım. İndi baxıram ki, məndən nəyi soruşur? Bunu yazdım. Deyir ki, 4096 tələbə haqqındakı informasiya neçə ədəd 2 megabaytlıq diskə yerləşmiş olacaqdır. Bu ifadənin özü bilirik ki, bizdə simvol olduğuna görə baytla ifadə edilir. Və sonda da megabaytdır. Bu baytdır. Baytdan megabayta keçməliyəm. Bilirik ki, bit, bayaqlar yazmışdım, bayt, kilobayt, megabayt. Mən baytdan, megabayta keçməliyəm. Baytdan megabayta keçəndə bit, bayt, kilobayt, megabayt. 2 keçid keçəcəm. Kiçikdən böyüyə doğru keçirəmsə 2 üstü 20-yə bölmüş olacam. Deməli, 4096 vur 2048-i böləcəm 2 üstü 20-yə. Həmçinin də bunu sonda baxacaq ki, 2 megabaytlıq diskə yerləşdirməliyik. 2048 bizdə 2 üstü 11-dir. 2 üstü 11 ilə 2 üstü 20-ni ixtisar aparsam, aşağıda qalır 2 üstü 9. 2 üstü 9. 4096 isə bizdə. Deməli, 2 üstü 11 bizdə 2048 isə 2 üstü 12-dir. 4096 da bizdə 2 üstü 12-dir. 2 üstü 12 ilə də 2 üstü 9-u ixtisar aparıram. Yuxarıda qalır 2 üstü 3. Düz ixtisar apardıqsa, deməli 2 üstü neçə idi? 2 üstü 12 ilə 2 üstü 9-u ixtisar aparanda, bəli, 2 üstü 3 qaldı. Yəni 8. Bunu tapdım 8-dir. Sonra da deyir ki, informasiyam oldu 8. Deyir ki, neçə ədəd 2 megabaytlıq diskə yerləşər? 8-i də 2-yə böləcəm. Neçə 2 megabaytlıq diskə yerləşəcək? 4 dənə də, yəni 8-in daxilində nə qədər 2 var? O da olacaq 4. Cavab olur nə? C variantı. Əslində rahatdır. Tənasibi qurandan sonra burada gəlir bir dənə diskin ölçüsünə bölürük. 17-ci suala baxıraq, aşağıdakı cədvəldə məlumatda verilmiş ASCII-də kodlaşdırılmış eyni simvolların sayını tapın. Burada hər bir simvol yaddaşda ASCII-də 1 bayt yer tutduğuna görə, 1 bayt da 8 bitə bərabər olduğuna görə 8 yerə böləcəm simvolların görmək üçün. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu bir simvolum oldu. Bu olsun məsəl üçün A simvolu. Buradan qeyd edirəm. Daha sonra 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu ikincidir. Burada bitdi. 1, 2, 3, 4, 5, 6, 7, 8. Burada bitdi. Yenə baxıram. 3. Burada bitdi. 3, 3, 6, 7, 8. Burada bitdi. Yenə sayırıq. 3, 3, 6, 7, 8 belə. Bu formada gedir. Bu da hamısı 0, 0 olacaq. Çünki 0-da qaldı. Deməli, deyir ki, eyni simvolların sayını tapın. Mən burada eyni olan simvol görürəmmi? Baxıram ona. Bu, məsəl üçün 10 ilə bitib. Bu 11 ilə bitib. Bu da 11 ilə bitib. Deməli, burada indi buna baxsam, eyni simvolların sayını soruşur. Eyni simvol görürükmü biz burada? Səhv bölməmişiksə, eyni simvol görməliyik. 3, 4, 3, 4, 3, daha doğrusu 4, aha, bitdi. Burada səhv eləmişik. Fikir veririk. 4, 4, 8 doğruydu. Bu 3, aha, 3, 6,
7, 8. Bu burada bitir. Bu birin özünü də götürürük. Daha sonra yenə 3, 3, 6, 7, 8. Bu burada bitir. Sonra yenə 3, 3, 6. Burada da səhvimiz var. Deməli 3, 3, 6, 7, 8. Bu burada bitir. Digəri də 3, 3, 6, 7, 8. Bəli, indi baxıram eyni varmı? 0, 10 ilə başlayır. Sonu 0, 1, 0 ilə yox. Buna baxırıq 0, 10 ilə 1, 0 ilə bitir. Bəli, buna baxırıq. Həm bu eynidir. Eyni simvoldur. Eyni simvoldur. Daha sonra baxırıq 100 ilə başlayır. 100 ilə başlayan yoxdur. 0, 10 ilə başlayır. 0, 10 ilə başlayır. Amma 1, 1 ilə bitir. Deməli, burada cəmi 3, 4, 5 dənə simvol var. Həmin 5 simvoldan da eyni simvolu soruşur. Eyni olanda bunlar olacaq. Fikir verirsə eynidir. Niyə desə 8 yerə böldük? Demişdik ki, ASCII-də bir simvol yaddaşda 1 bayt yer tutur. 1 baytda 8 bitdi. Unicode'u da sorursaydı 16 yerə böləcəkdik. Deməli, ona görə cavab olur eyni simvol sayı 2-yə bərabər olacaq. 18-ci suala baxırıq. 18-ci sual kodlaşdırma ilə bağlıdır. Bunu necə keçirsiniz? Belə deyim. Fikir verirsinizsə, sonda kilobaytdır. Deməli, kilobayt olanları saxlayacağım. Burada 512 kilobayt, 512 kilobayt oldu 1024 kilobayt. Bunları topladım. Oldu 1024 kilobayt. Bunu tapdım. Əlavə olaraq baxıram ki, 5 megabayt, bir də 1 megabayt var. Oldu bu 6 megabayt. 6 megabaytı da keçəcəm kilobayta. Megabaytdan kilobayta keçəndə, böyükdən kiçiyə doğru keçəndə 1024-ə vururdum. 6-nı vuracağım 1024-ə, üstünə də gələcəm 1024-ə. İndi mən 6-nı 1024-ə vursam, bu mənə verəcək 6144-ü. 6144 ilə də 1024-ü toplasam, sonu 8 ilə bitən 7-li ədəd, bəli 2 variantda var. Deməli, 6144-ün üstünə də 1024-ü gəlirəm. Bu da mənə verəcək 7168-i olur D variantı. Bunu bir-bir keçmək daha vaxtınızı alacaq deyə belə keçmək daha qısa olur. Deməli, 18-ci sualı məncə yaza bilərsiniz. Bu sadədir. Sadəcə hər bir variantı gigabayta keçib ümumi şəkildə ifadəni tapırsınız. Bunu da rəy bölməsində qeyd edə bilərsiniz. Hər birini qeyd etdiyimiz ifadə şəklində bir say sistemindən digər say sisteminə keçmiş olursunuz. Daha sonra 20-ci suala baxsaq, tənliyi həll edin deyir bizdə. Fikir veririksə, bu sonda megabaytdır, bu hissə isə kilobaytdır. Biz bunu məsəl üçün 4-ü yaza bilərəm ki, 2 üstü 2. Aha, yuxarısı olacaq 2 üstü 2 vurulsun, 2 plus x olacaq. Yəni 2 üstü 2 olanda 4 plus 2x. Aha, 2-nin üstündə 4 plus 2x. Bu kilobaytdır. Bərabərdir nəyə? 64 bizdə 2 üstü 6-ya bərabərdir. 2 üstü 6-ya bərabərdir. Həmin bu ifadə kilobaytdır. Burada isə megabaytdır. Mən məsəl üçün kilobaytdan megabayta keçməliyəm. Və yaxud da tərsinə. Megabaytdan kilobayta keçməliyəm. Megabaytdan kilobayta keçmək üçün 2 üstü nəyə vuracam? 10-a vuracam. O da olacaq nə? Yuxarısı, məsəl üçün, olacaq 4 üstə gələk 2x, buradan yazıram. 4 üstə gələk 2x bərabər olacaq. Əsasları saxlayırıq, üstləri toplayırdıq 16-ya. 2x bərabər olacaq. Buradan qeyd edirəm. 2x bərabərdir 16 çıxılsın 4, 12. X də bərabər olacaq 12 bölü 2, 6-ya. Buradan 6-nı tapmış oluruq. Bu da belə. Daha sonra bunu yaza bilərsiniz özünüz. Bitdən gigabitə keçirik. Əslində yox, bunu qeyd edeyim. Bir ölçü vahidi-dən digərinə keçəndə keçdiyimiz qayda var idi. Bir də keçmədiyimiz qayda var. O hansıdır? Bit, kilobit, aha, sonra megabit var. Gigabit var, bir də terabit var. Əslində gigabitə kimi olur. Elə burada gigabitdir. Məndə də deyir ki, gigabitdən bitə keç. Gigabitdən bitə keç. Bu qayda olduğu kimi qalır. Kiçikdən böyüyə keçəndə bölürük, böyükdən kiçiyə vururduq. Sadəcə bu hamısı bit, megabit, gigabit, terabit, kilobit olduğu zaman nə edirik? Burada sadəcə bizdə məsəl üçün 2 üstü 3 qaydası var idi burada. Amma burada 2 üstü 3, burada da 2 üstü 10 olacaq. Hamısında 2 üstü 10 olacaq. Böyükdən keçəndə hamısını vururduq, kiçikdən keçəndə bölürdük. Məndə indi 2 üstü bitdən gigabitə keçdiyimə görə, bitdən kilobitə, kilobitdən megabitə, megabitdən də gigabitə. Neçə 3 keçid oldu? Yəni 2 üstü 30-a böləcəm. 2 üstü 32-ni də 30-a böləndə 32-dən 30-u çıxacam. Olacaq 2. Yəni 2 üstü 2, o da mənə 4-ü vermiş olacaq. Cavab olur nə? C variantı. 22-ci suala baxaq. 22-ci sual necə tipdədir? Bu da say sistemləri ilə artıq say sistemləri ilə bağlı olan bir sualdır. Deməli, baxsaq, bəli, say sistemləri ilə bağlı olan suallara gəldik. İkilik say sistemindən 16-lıq say sisteminə keçmiş oluruq. 16-lıq say sistemində hər bir simvol yaddaşda 4 bit yer tutduğuna görə, çünki 16 2 üstü 4-dür. Gəlirik bunları 4-4 ayırırıq. Burada 2 dənə bir tək qaldığına görə 2 dənə də 0 əlavə edirik, çünki 4-ə çatdırmalıyıq. Deməli, 16-lığa keçirəmsə üstünü 8, 4, 2, 1 formasında yazacağım verilənlərin üstünə. 8, 4, 2, 1. Məsəl üçün 8-lik olsaydı 4, 2, 1. Yəni 16-nın
2-yə bölünən vuruqlarını belə deyəm də. 8, 4, 2, 1 formatında verilənləri yuxarıdan gəlib yazmış olacaq. Məsəl üçün, mən gəlirəm bura 8, 8-i 1-in başına yazmalıyıq. 8, 4, 2, 1. Buradan yazacağım. Bir dəqiqə. Əslində belə deyim, 8, 4, 2, 1 yazsam, bu 0 olanları atacağım, 0 olanları heç nə eləmirik. 1 olanların üstlərini cəmləyəcəm. Burada 8 var, 8, 4, 2, 1 idi də. Sonra 8, 4, burada 8 qalacaq. 4-ü atacağım, 4-ü açacağım. 8, 4, 2, 1. Aha, bunları cəmləməliyəm. Sonra yenə 8, 4, 2, 1. 2-nin üstünə 1 gəldim, oldu 3. Niyə görə? Dedik ki, 0 olanları atırıq, 1 olanların üstlərini cəmləyirəm. Məndə də 8, 4, 2, 1 olduğuna görə 2 ilə 1-in cəmi oldu 3. Burada 8, bir dənə 8 qalıb. Bir də bu hissəyə baxıram, 8 var idi. 4, 2, 1. 8 üstəgəl 2 plus 1 oldu 11. 11 də nəyə bərabərdir? Demişdik ki, ondan sonrakiləri hərflərlə yazırıq. A, B, C. 10 A etsə 11 də bəli B-yə bərabər olmuş olur. O da olur 3, 8, B olur A variantı. Bu oldu 22-ci sual. 22, 23-də baxsaq, deyir ki, onluq ədədi yaddaşda nə qədər yer tutacaq? Demişəm ki, 8-lik say sistemində hər bir simvol, məsəl üçün 2 üstü 3, 3 bit qədər. Onluq say sistemi 2-nin üstündə ifadə şəklində göstərilə bilmədiyinə görə bunu 2-nin qüvvətləri arasına salırdıq. 1275 harda yerləşir? 1024 ilə 1024 ilə. Deməli, 2048-in arasında 2-nin qüvvətlərini göstərsək. Yəni, 2 üstü 10-dan, 2 üstü 10-dan, 2 üstü 11-in arasında yerləşir. Biz demişdik ki, kiçik olanı açdığına görə böyük olanı götürürdük. Yəni, bir simvol yaddaşda nə qədər yer tutacaq? 11 bit yer tutmuş olacaq. Bunu da götürmüş oluruq. Daha sonra 24-cü suala baxsaq, 24-cü sualda yaddaşda nə qədər yer tuta bilər? Bunu artıq yaza bilərsiniz. Demişik ki, 8-lik say sistemində hər bir simvol yaddaşda 3 bit yer tutduğuna görə 3, 4, 4-ü də 3-ə vuracam. 12 biti yazmış oluruq. Bu sadə idi. Bu tip suallar qəbula çox düşür. Bunun birini qeyd edəcəm. Səhv eləmirəmsə buna 2 dənə aid qeyd etmişdim. O birisini də özünüz yaza bilərsiniz. İkilik yazılışında iştirak edən birlərin sayı ikilik say sistemindəki ifadəsində neçə ədəd 0 olar? Deməli, fikir veririksə, mən bunu nə edəcəm? Bunları bilir gəlirik 2-nin qüvvəti şəklində yazırıq. Məsəl üçün, bu 2 üstü neçədir? 0-dır. Bu 2 üstü 1-dir. Sonra bu 2 üstü 2-dir. Bu 2 üstü 3 olacaq. 2 üstü 4, 5, 6, 7, 8. Aha, ən yüksək qüvvətə kimi nömrələyirəm. Mən də 0-dan başlayaraq ən yüksək qüvvətə kimi nömrələyəcəm. Deməli, məndə ən yüksək 8-dir. 0, 1, 2, 3. Sağdan nömrələyirik bu arada. 4, 5, 6, 7, 8. Gəldim ən yüksək qüvvətə kimi nömrələdim. Daha sonra bu qüvvətlər arasında hansı varsa 1 yazacağım, hansı yoxdursa 0 yazacağım. Məndə 2 üstü 0 var, bəli 1 idi. Daha sonra 2 üstü 1 var, bəli 2 idi. Sonra 2 üstü 2 var, sonra 2 üstü 3 var, 2 üstü 4 var, 16, 2 üstü 5 var, 32, 2 üstü 6, 64, 2 üstü 7, 2 üstü 8 var. Fikir verirəmsə, burada hamısı elə iştirak etdi. Birlərin sayının ikilik say sistemindəki ifadəsində neçə ədəd var? Bunu çevirəndən sonra mən baxıram ki, 0 yoxdur. 0 olmadığına görə D 0 yazırıq. Amma bizdən birlərin sayını soruşsaydı 3, 3, 6, 9 dənə də olacaq idi birlərimizin sayı. Burada hansı suallar verir? Açıq da olur. Birlərin sayı sıfırların sayından neçə dəfə çoxdur, neçə vahid çoxdur? Bu kimi suallar verir. Bunu rahat şəkildə, deməli, qüvvətə parçalayıb rahat şəkildə keçmiş oluruq. Bu arada, məsəl üçün, böyük ədədi olanda da ikilik say sisteminə keçəndə, məsəl üçün, 1048 ədədini ikilik say sisteminə keçmək istəyirəm. Normalda belə gedirik. Amma bunu nə edirik? 2-nin qüvvətinə parçalayıb bu şəkildə yazanda daha rahat olur. 1048-i yaza bilərik 1024. 1024 plus 24 yaza bilərik. 24-ü də yaza bilərəm 2 üstü 4. Yəni 16 plus 8 yaza bilərik də. 8-i də yazıram 2 üstü 3. Deməli, 1024-də 2-nin qüvvətlərindən ən yüksək qüvvət 1024, 1048-də. 2 üstü 10 olduğuna görə 0-dan başlayaraq 10-a kimi nömrələyirəm. Hansı varsa 1 yazıram, hansı yoxdursa 0 yazıram. Deməli, 2 üstü 10 var, 2 üstü 4 var, 2 üstü 3 var. Qalanları yoxdursa qalanlarına 0 yazmış olacağım. Rahat şəkildə bu formada keçmək olar, nəinki belə-belə. Onda imtahanımızın demək olar ki, bir çox vaxtı getmiş olacaq. 26-cı suala baxsaq eynidir. Bunu özünüz yaza bilərsiniz. Artıq burada nə qədər çox olduğunu soruşur. Bu tip sualları özüm qoymuşam ki, şəklini çəkib özünüz yaza bilərsiniz. Əsas odur ki, mövzunun mahiyyətini başa düşə bilərsiniz. Buna aid də yazmışdım. 421 onluqdadır. 421-i heç bu tərəfə də baxmadan 421-i onluqdan 16-lığa keçəcəm. Yəni 421-i 16-ya bölə-bölə gedəcəm. 421-i mən 16-ya bölsəm, baxırıq. Neçə dəfə düşür?
Deməli 26 dəfə götürəndə düşür 416. 416 421-dən də 416-nı çıxanda qalır 5. Burada qalığımı qeyd edirəm. Fikir versə mən 5-i aldım. Bu sondakı 5 aldım. Sonra 26 demişdim. 26-nın içərisində 16 bir dəfə. 26-dan da 16-nı çıxanda qalır 10. Deməli x-imiz A imiş. 10-da 10 tapdım. Daha sonra tapıram. Nə var idi? Bir dəfə götürmüşdüksə elə 1A5. Niyə? Çünki say sistemində qalığı tərsinə götürürük. 1A1 də 5 olaraq qeyd etmiş olacağım. Bizdəki ifadə 1A5-ə bərabərdir. Ki 10 yazmaq səhvdir. Onda cavabımız yanlış olacaq. 28-ci suala baxacağım. Şəbəkə arxivləşdirmə ilə bağlı, printerlə də bağlı qəbula demək olar ki, bir neçə dəfə sual düşüb. Deməli, indi buradan baxırıq ki, şəbəkə ilə ötürülməzdən əvvəl informasiya elə kodlaşdırılır ki, həcmi 25% artır. Əgər informasiyanın şəbəkə ilə ötürülmə sürəti 15 MB bölünsün saniyə olarsa, ilkin həcmi 60 MB olan fayl kodlaşdırılandan sonra ötürmək üçün neçə saniyə vaxt əldə edirlər? Deməli, ilkin həcmi 60 idi. Və deyir, informasiyanın həcmi 25% artır. Yəni, 60-ın 25%-ni artıracaqsın. 60-ı 25-ə vurub 100-ə bölsəm, 60-ı 4-ə böləcəm, o da olacaq 15 dəfə. Yəni, 60 plus 15 məndə olacaq 75. İnformasiya həcmim oldu 75. Çünki 25% artdı. Bunu tapdım. Daha sonra deyir ki, əgər informasiyanın şəbəkə ilə ötürülmə sürəti, yəni saniyədə 15 MB-dırsa, deməli, x-da isə olacaq nə qədər? X-da da olacaq 75. Mən tapmışam ki, x saniyədə də olacaq 75. İndi x nəyə bərabər olacaq? X də bərabər olacaq. Deməli, 75 bölünsün 15, yəni 5-ə bərabər olmuş olacaq. Birinci deməli, ilkin həcmi sonra verəndə gəlib həcmin faizinə görə dəyişirik. Həcmi faizə görə dəyişəndən sonra nə edirdik? Şəbəkə ilə ötürülmə sürəti, yəni saniyədə 15-dirsə, x saniyədə də mən 75-i tapdım. Burada həcm başqa cür olsaydı, vahidi dəyişəcəkdik. O da olur 75 bölünsün 5, yəni 5 saniyəyə bərabər olmuş olacaq. Deməli, 28 buydu. 29-cu sual yenə arxivləşdirmə ilə bağlıdır. Burada fikir verirsə, informasiyanın tutumu arxivləşdirilmiş 3 kilobaytdır. 50% sıxışdırılıbsa, yarısı 3-dürsə, arxivləşdirildikdən çıxardıqdan sonra fayl hansı informasiya tutumuna malik olar? Arxivləşdiriləndə 3-dürsə, deməli nə qədər idi? 6 idi ki, arxivləşdirilib 3 olub da. 6 kilobayta bərabər olur. Bunu əslində belə məntiqlə və yaxud da yenə də faizlə tapıb hesablaya bilərsiniz. 30-a aid sual elə ən axırıncı sualdır. Bundan sonraki videoda isə sizə qəbula düşmüş sualların izahına baxmış olacaq. İndiyənə kimi əsas anlayışlarla bağlı olan. Printerin çap sürəti deyir ki, saniyədə yazıram. Dediyini yazıram. Mən burada bildiyimiz fərqli bir şey eləmirəm. Printerin çap sürəti saniyədə deyir ki, 2 kilobayt yazdım. Daha sonra deyir ki, əgər hər vərəqdə, hər sətirdə 32 simvol olmaqla, deməli sətr simvol görürəmsə, deməli həcmin düsturu yadıma düşür. SSS. Əgər hər vərəqdə, hər sətirdə 32 simvol, 48 sətr və 60 vərəqin çap olunduğu üçün neçə saniyə vaxt tələb edilir? Mən 1 saniyədə 2 kilobaytsa, x saniyədə isə mən həcmi tapıram. Birinci gəlirəm, x saniyəni bilmirəm də. Həmin həcmi bu düsturla tapacağam. Həcm nəyə bərabərdir? Səhifə vur, sətr vurulsun, simvol vurulsun, kod. Kodu vermədiyinə görə bilirəm ki, ASCII-dir. Deməli, gələcəm 2 üstü 5, 2 üstü 5, yəni 32, 2 üstü 5 vurulsun 48. 48-i 16 vur 3 yaza bilərəm də. 16-da nədir? 2 üstü 4. Yazıram 2 üstü 4 vurulsun 3. Aha, bunu qeyd etdim. 60 vərəq qeyd edirəm, 60 vərəqi qeyd edirəm. Daha sonra, okey, budur. Bu baytdır. Amma fikir verirəmsə, məndə kilobaytdır. Sonda kilobaytdır da. Mən bunu baytdan kilobayta keçməliyəm. Baytdan da kilobayta keçmək üçün nə edirik? 2 üstü 10-a bölürük. Deməli, burada 2 üstü 5 var, 2 üstü 4 var. 9 ilə 10-u ixtisar aparsam, 9 ilə 10-u ixtisar apardım. Aşağıda bir dənəsi qalır, bir dənə 2 qalır. Burada da nə var idi? 60. 60-ı 2-yə böləcəm, oldu 30. 30 da vurulsun 3, oldu 90. Mən tapdım ki, 1 saniyədə 2 kilobayt idisə, deməli, x saniyədə də 90 kilobaytdır həcmim. Bizdən də elə 90 kilobayta görə saniyəni soruşur. Çap sürətini soruşur. X də nəyə bərabər olacaq? Çarpaz vururuq. 90 bölünsün 2, o da mənə 45 saniyəni verilmiş olacaq. Deməli, bununla da əsas anlayışlar say sistemləri ilə bağlı olan həm demək olar ki, qeydlər olsun, həmçinin də bəzi sualların izahına baxmış olduq, lazımi qeydlər. Növbəti videoda isə qəbula düşmüş, yəni 2010-cu ildən 2025-ci ilə kimi qəbula düşmüş əsas anlayışlar və say sistemləri ilə bağlı olan sualların izahına baxmış olacağıq. İnşallah ki, bu video izahı hər biriniz üçün faydalı olmuşdur. İmtahana kimi növbəti videolarda görüşənədək hər birinizə uğurlar əziz tələbələr.